Salam, biz Şirvanşəhər 12 nömrəli tam orta məktəbin 7A sinif şagirdləri. Mən Əliyev İntiqam və komanda yoldaşım İsmailova Fidan. Biz SAF 2025 festivalının sahibkarlıq və innovasiya kateqoriyası üzrə yarışa qatılmışıq. Layihəmizin adı Ağıllı və Ekoloji Evdir. Layihəmizin məqsədi enerji səmərəliliyini və müasir texnologiyaların gündəlik həyatda tətbiqini nümayiş etdirməkdir. Evin mebellərini Tinkercad proqramında dizayn edib 3D printer vasitəsilə çap etdik. Bu həm yaradıcılığımızı artırdı, həm də dizayn bacarığımızı inkişaf etdirdi. Otaqlar üçün ayrıca elektrik dövriyyələri qurduq. Bunun üçün naqil, açar, LED işıq və bateriyadan istifadə etdik. Çəpəri dondurma çöplərindən, hovuzu isə plastik tullantıdan hazırladıq. Bununla da tullantıların yenidən istifadəsinin vacibliyinə diqqət çəkmək istədik. Evin giriş qapısında isə mikrobitdən istifadə etməklə ağıllı işıq sistemi hazırladıq. Bunun üçün əvvəlcədən mikrobiti Make-Code proqramında kodlaşdırdıq. İş prinsipi isə belədir. Gecə olanda avtomatik işıq yanır, gündüz olanda isə avtomatik sönür. Bu layihə bizə həm proqramlaşdırma, həm də mühəndislik biliklərini birləşdirməyi öyrətdi. SAF 2025 müsabiqəsində iştirak etmək bizim üçün böyük təcrübə oldu. Dinlədiyiniz üçün təşəkkür edirik.